Değerli izleyiciler, yanvar ayının 6-sı diqqətinizə çatdırım ki, Rusiyada 20 Azərbaycanlının zorla müharibəyə göndərildiyi bildirilir. Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb. Son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunublar. Məlumat üçün bildirək ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən Azərbaycanlıların biri son illər müharibə zonasından kənarda Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb. 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobusa mindirildi və Voronej vilayətində yerləşən hərbi hissəyə 362-ci alaya aparıldı. Onların Ukraynaya cəbhə xəttinə göndərilməsi planlaşdırılır. Onlar əvvəlcə Voronejə aparılıb, orada 1-2 gün saxlanıldıqdan sonra isə hamısını Rostov vilayətində hərbi hissəyə köçürüblər. Müharibəyə getmək istəyib, istəmədikləri barədə heç kəs onlardan heç nə soruşmayıb. Onlar hərbi xidmətlə bağlı heç bir sənədə də imza atmayıblar. Artıq onlara hərbi geyimlərin paylanıldığı və hərbi hazırlıqlara başlanıldığı da bildirilir. Hazırda həmin qrupda təxminən 20 Azərbaycanlı var. Onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar. Məlumatda o da qeyd olunur ki, həmin Azərbaycanlılara ailələri ilə çox nadir hallarda telefon əlaqəsi saxlamaq imkanı verilir. Və bildirilir ki, məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat da verilib.